Salam uşaqlar, bugünkü izahımız 8-ci sinif iş dəftərindən maddənin aqreqat halının dəyişməsi, ərimə və bərkimə. Sual 1-dən başlayaq. Lalə və qardaşı Nicat evdə təcrübə aparırlar. Onlar soyuducunun buzdolabından çıxardıkları 60 qram buz parçasını metal qaba qoyaraq isidirlər. Uşaqlar hər 2 dəqiqədən bir elektron termometrlə qabdakı maddənin temperaturunu ölçüb, onun temperaturu zaman qrafikini qururlar. Qurulan qrafikə əsasən buz parçasının qızdırılma prosesinin zamanı 0-2, 2-5, 6-9 dəqiqə aralığında hansı hadisə baş vermişdir? Deməli, ilk öncə bizim buz bilirik ki, 0-dan aşağı temperaturlarda maddə buz halında olur, su buz halında olur. Bizə deyir 0-2 aralığında. Yazarıq 0-2 aralığında. Baxırıq 0-2 aralığında -15-dən 0-a qalxıb. Bizə prosesi deyir. Hansı prosesdir? Bu buz halındadır uşaqlar və bu proses buz qızır. Bax 0-2 yazırıq, yazırsınız. Tire qoyursunuz 0-2. Prosesin adı nə oldu? Buz qızır və yaxud da buz isinir. Yəni bu halda buzdur. 2-5. 2-5 yəni bu aralıqda 2-dən 5-ə. Biz görürük ki 2-dən 5-ə sabitdir. Yəni burada buz başlayır əriməyə. Uşaqlar bizə sırf 2 dəqiqəni soruşsa və sırf 6 dəqiqəni soruşsa bu haqqında bir dənə danışım. Deyirik ki buz 0-da əriyir, su 0-da donur. Bax 0 bunlar üçün sərhəddir. İndi bizə sırf 2 dəqiqəni soruşsa, 2 dəqiqədə bu maddə hansı haldadır? Bu maddə buz halındadır. Sırf 6 dəqiqəni soruşsa, bu maddə maye halındadır. Yəni 2-dən 6-ya keçən proses bizim ərimə prosesidir. Buz başlayır əriməyə. Sabit olanları yadımızda saxlayaq ki, maddənin aqreqat halları dəyişmə prosesi bu sabit olanlarda baş verir. Yəni burada buzuydu, burada oldu maye. Buradan hansı proses baş verdi? Bu prosesin adı ərimə. Yəni 2-5 aralığında prosesin adı ərimə. Bizdən soruşa bilər ki, 2-6 aralığında maddə hansı haldadır? Həm buz, həm maye. Sırf 2-ni soruşsa buz, 6-nı soruşsa maye. Amma aralıqda həm buz var, buz yavaş-yavaş əriyir də, birbaşa çevrilib maye halına keçmir ki, yavaş-yavaş başlayır əriməyə. Yəni buzun temperaturu azalır, suyun temperaturu artır. Ta ki 6 dəqiqəyə çatana kimi. İkinci neçə deyirdi? Axırıncı 6-9 dəqiqə aralığı. 6-9-da baxırıq ki, biz 10 dəqiqədə bu başlayıb qaynamağa, çünki 100 dərəcədir, su 100 dərəcədə qaynayır. Burada da deyərik ki, prosesimiz su isinir və isinir. Bu maddə maye halındadır. Deməli 6-9 dəqiqə aralığında su başlayıb isinməyə. Gələk ikinci sualımıza. Nə deyir bu deyəməm? Azər və Nigar müəllimin tapşırığı ilə dərsdənkənar məşğələdə 2 eyni kolbadan birinə 200 qram isti su tökdülər, digərinə isə 200 qram buz parçası qoydular. İçərisində su olan kolbanı tərəzinin sol qolundan asıb, ağzını termometr keçirmiş rezin tıxacla kip bağladılar. Buz olan kolbanı isə tərəzinin sağ qoluna asıb, içərisinə termometr qoydular. Şagirdlər tərəzinin qollarını tarazlaşdırıb, maddənin başlanğıc temperaturunu ölçdülər. Onlar müəllimin tapşırığı ilə içərisində buz olan kolbanı spirt lampası ilə qızdırmağa başladı. 1 dəqiqədən sonra lampanı söndürüb termometrin göstərisini qeyd etdilər. 1 dəqiqədən sonra. Temperatur 65 dərəcə idi. Eksperiment bitdi. Müəllimin şagirdlərə eksperimentin nəticələrini analiz edib aşağıdakılar sualları cavablandırmağı tapşırdı. Deməli nə var idi? 1 isti su töküblər, digərinə isə buz töküblər. İndi sual 1-ə baxaq. Nə deyir variantda? Buz əriməyə başlayan ana qədər keçən müddətdə onun temperaturu nə kimi dəyişmişdir? Buz əriməyə başlayan müddətə keçənə kimi demir ha, əriyəndə. Əriyən prosesdə ki desəydi, burada temperatur dəyişmir. 0 dərəcədə bilirik ki, əriyir. Amma deyir, əriməyə başlayan müddətə qədər. Baxaq, buz əriməyə başlayan ana qədər onun temperaturu artdı.
Bu müddət ərzində spirt lampasının alınan istilik enerjisi buzun daxili enerjisinin artmasına sərf olundu. Buz da bilirik ki, mənfidir. Əgər bizdən qrafiki soruşsa, yəqin soruşacaq. İkincinə qoy oxuyaq. Buz əriməyə başlayıb tamamən mayeyə çevrilənə qədər keçən müddətdə kolbadakı termometrin göstəricisində nə dəyişiklik oldu və niyə? Diqqətli oxuyum yenə nə deyir? Buz əriməyə başlayıb tamamilə mayeyə çevrilənə qədər. Uşaqlar, buz neçədə əriyir? Dedi ki, buz 0 dərəcədə əriyir. Yəni bir -15-dən başlayıb 0-a geçsək və buradan paralel olmalıdır uşaqlar. Yəni burada görürsüz, istilik, temperatur artması baş vermir. Sabit qalır. Ərimə prosesində yadımızda saxlayaq ki, sabit qalır. Yəni burada nə dəyişiklik baş vermişdir? Heç bir dəyişiklik baş verməmişdir. Desək ki, bəs yaxşı, bunun altı yanır. Bəs bunun temperaturu niyə artmır ki buzun? Deyə bilərik. Buzun kristal qəfəsi dağılır. Yəni molekullar arasındakı rabitənin qırılmasına sərf olunur. Həmin o enerji onlar arasındakı rabitənin qırılmasına sərf olunur. C-ni oxuyuram. Buzun hal dəyişməsinin temperatur zaman qrafiki necə alındı? Qrafiki qur. Buzun -15-də idi. Bir neçə dəqiqədən sonra gəldi 0-a. 0-da müəyyən bir vaxt getdi, tamamilə əridi və yenidən deyir neçə dərəcəyə? 65 dərəcə. Uşaqlar, bunu da bölgülər yəqin 10-10-dur. Siz özünüz daha dəqiq edərsiniz. Mən gözə yarı edirəm. Baxın. Buradan da qalxarıq belə. Hardasa burada yazarıq. Qırıq-qırıq xətlə 65. 65 dərəcə. Yəni bizim buzumuzun isinmə qrafiki bu şəkildə olar. D-yə baxaq. Buz əriməyə başlayıb tamamən mayeyə çevrilənə qədər keçən müddətdə kolbadakı termometrin göstəricinin nə dəyişiklik oldu? Buz əriməyə başlayıb tamamən mayeyə çevrildi. Ondan sonra deyir. Yəni bilirsiniz nə deyir? Bax, buradakı dəqiqədən sonra deyir, hansı temperatur dəyişikliyi baş verdi? Əriyib qutarıb tamamən. Nə olur? Yazarıq ki, maye isinir. Yəni temperatur artmağa başlayır. Yəni bu altda yazarsınız uşaqlar. Temperatur necə dəyişikliyi baş verir? Temperatur get-gedə artmağa başlayır. Keçək digər suala. Qışda evlərin dam örtüklərinin kənarlarından sırsıra sallanır. Şəkil 4-dəki kimi. Niyə sırsıralar gündüz uzunluğu, gecə isə qalınlığı artır? Gündüz uzunluğu. Deyək ki, bu sırsıra çəkmək istəyirik. Belə bir sırsıra damda. Deyir, gündüz bunun uzunluğu artır. Uşaqlar, gündüz havanın temperaturu 0-dan yüksəkdir. Yəni soyuq olsa da 0-dan yüksək. Yəni havada bir su buxarları, su damcıları olur. Həmin bu su damcıları, mən gündüzdən danışıram. Əvvəlcə gündüzü deyək. Uşaqlar, gündüzdə dedik ki, hava 0-dan yüksək olur gündüz vaxtı. Gündüz vaxtı bu buzu, biz bilirik ki, bu sırsıra buz halındadır, bərk halındadır. Başlayır temperaturu əritməyə, buzu əritməyə. Əridəndə bu gəlir damla şəklində bura, süzülüb gəlib, hava soyuq olduğundan burada donur. Bir də əriyir, üst səthi əriyir, damla şəklində gəlir, amma hava soyuq olduğuna görə yenə başlayır donmağa. Bunun nə qarır get-gedə? Uzunluğu artır. Bəs gecələr nə baş verir? Uşaqlar, deyək ki, yenə sırsıramız var. Nə gözəl çəkdik bu sırsıranı. Elə bu olsun. Yenə bir sırsıradır. Gecədir. Uşaqlar, gecə bunun qalınlığı artır. Səbəb nədir? Gecə olmasına baxmayaraq biz bilirik ki, havada su buxarları daima var. Bu havadakı su buxarları gəlib bu buz parçasına qonanda bu başlayır bərkiməyə. Yəni qaz halından bərk halına keçir. Qrov əməli gəlir, sırsıra əməli və beləliklə bunun qalınlığı artır. Artıq bu əriyib uzanmır. Su damcıları buna yapışır, havadakı su buxarları buna yapışaraq bunun get-gedə qalınlığını artırır. Yəni gecə vaxtı qalınlığı, gündüz vaxtı isə uzunluğu artır. Yəqin ki, başa düşdünüz. Gündüz vaxtı uzunluğun artmasına bu buzun əriyib
damcı suya dönür aşağıya. Aşağıya doğru gəlir və aşağı uzunluğu artır. B-ni oxuyuram. İsti mətbəxdən soyuducunun buzdolabında payızdan saxlanılan çiyələk, moruq, böyürtkən, albalı kimi donmuş gilə meyvələr bayram yeməyi üçün çıxarılıb süfrəyə qoyuldu. Bir neçə dəqiqədən sonra gilə meyvələr qrovla örtülüldü. Niyə donmuş meyvələri isti otağa gətirdikdə onların üzəri qrovla örtülür? İsti otağın havasında su buxarı var. Donmuş meyvələrin səthi çox soyuq olduğu üçün hava ilə təmasda su buxarı maye hala keçmədən birbaşa bərk halına keçir. Bu proses desublimasiya adlanır. Bax, burada yenə bu proses hansı prosesə uyğun gəldi uşaqlar? Bax, birinci sualda gecəyə uyğun gəldi. Su buxarları buz parçasına dəyir, birbaşa bərk hala keçir. Yəni desublimasiya olur. Dördüncü suala baxaq. Şəkildə qalay və quruluşun temperatur zaman qrafiki verilmişdir. Quruluşunun qrafikinin AB hissəsində və qalayın DY hissəsində maddənin hansı aqreqat halında olmuşdur? Baxaq, quruluşun AB hissəsində uşaqlar, AB hissəsində burada, qalay isə, yəni DY hissəsində hansı halda aqreqat halında olmuşdur? Baxırıq ki, qalay 232-də başlayıb əriməyə. Deməli, bax, bura kimi bunun ərimə prosesi baş verir. Digərində isə, qurğuşun isə 327 dərəcədə başlayıb əriməyə. Və bu ərimə prosesində həm bərk halda olur, aqreqat halını soruşur bizdən, həm bərk, həm də maye halında olur. Uşaqlar, yenə deyirəm, bizə A nöqtəsini soruşsaydı, bizə AB hissəsini soruşur. Bax, qalay üçün danışıram. Məsəl üçün, deyək D nöqtəsini soruşsaydı, mən deyərdim ki, bu bərk haldadır. Y nöqtəsini soruşsaydı, deyərdim ki, qalay maye halındadır. Amma bizə aralığı soruşduğuna görə həm bərk, həm də maye halındadır. Niyə B-ni oxuyuram? Niyə DE parçası AB parçasından aşağıda yerləşmişdir? Yazarıq, çünki qalayın ərimə temperaturu qurğuşunun ərimə temperaturundan aşağıdır. Təkrar eləyirəm. Qalayın ərimə temperaturu qurğuşunun ərimə temperaturundan aşağı olduğu üçün. C-ni oxuyaq. Hansı maddə əriməyə tez başladı? Baxaq, müddətimizə baxaq, indi zamanımıza. Hansı maddə deyir, əriməyə tez başladı? Baxaq, ərimə prosesi dedik ki, sabit olandır. Bax, bunlar sabit olanlar. Baxıram ki, hansı 4 dəqiqəyə, baxın, zaman keçib 4 dəqiqəyə başlayanda artıq qurğuşun başlayıb əriməyə. Deməli, deyir, hansı maddə daha tez əriməyə başladı? Yazarsınız qurğuşun. Hansı maddə daha gec əridi? Daha gec əridi. Uşaqlar, ərimə prosesini deyir burada, daha gec əridi. Daha gec əridi qalay, amma bir dənə müddətlərinə də baxaq uşaqlar, daha gec əridi. Bilirsiniz nəyi demək istəyirəm? Ərimə vaxtına nə qədər vaxt sərf olunub, ona baxaq. Baxaq, qurğuşuna nə qədər vaxt sərf olunub? 4 dəqiqədən başlayıb, deyək 11 dəqiqəyə kimi. Yəni, burada 11 dəqiqədən 4 dəqiqəni çıxarıq, edər 7 dəqiqə əriməyə sərf olunub qurğuşunda. Amma qalayda, bunu gəlin təqribi 5 və 10. Ondan 5 çıxırıq, qalayda da 5 dəqiqə vaxt sərf olunub əriməyə. İndi sual nə idi? Hansı maddə daha gec əridi? 7 dəqiqədə olan. Yəni, qurğuşun daha gec əridi. Qurğuşun və qalayın ərimə temperaturları neçə dərəcədir? Baxaq, qurğuşuna baxaq uşaqlar, qurğuşun neçəni göstərir, neçədə əriyib? 327 dərəcə Selsidə, qalay isə 232 dərəcə Selsi. Baxaq. Buxarlanma ən çox nədən qaynaqlanır? Buxarlanma biz bilirik ki,
açıq səthin sahəsində baş verir. Hər hansı bir səthdə qaynama baş verir. Yəni burada cavablara baxsa, su hövzəsi uyğundur. Yaş saçların fellə qurudulması hansı hadisəyə əsaslanır? Yaş saç deyil. Yəni maye haldan qurudulması, yəni qaz hala keçməsi. Bu buxarlanma, yəni D variantına uyğundur. Hansı hadisə həm buxarlanma, həm də kondensasiya baş verər? Burada su dövranı. Buxarlanma, göllər buxarlanıb buluda gedir. Buluddan yenidən yağışa, yəni kondensasiya olub yer kürəsinə geri qayıdır. Yəni su dövranında hər ikisi mövcuddur. Verilən müddəalardan doğru olanı müəyyənləşdirin. Baxaq, buxarlanma. Maye haldan qaz hala keçməsi doğrudur, buxarlanma. Kondensasiya, buxarın bərk hala keçməsi. Xeyr, bərk hala keçməsi yox. Kondensasiya nə oldu? Qazın mayeye keçməsi, yəni 2 yanlış. Buludların əmələ gəlməsi həm buxarlanma, həm kondensasiya doğru. Deməli, cavabımız yalnız 1 və 3 B variantı. Keçək 5-ci sualımızda nə deyir bizə? Şəkil 1-də maddənin temperatur zaman qrafiki verilmişdir. Maddə başlanğıcda qaz halındadır. Yəni burada maddə qaz halındadır. Maddənin kondensasiya halına qrafikin hansı hissəsi uyğundur? Uşaqlar, kondensasiya nə deməkdir? Yəni qaz halında maye hala keçməsi. Burada temperaturun aşağı düşməsi nəticəsində olur. Bax, qazdan gəlir aşağı, temperatur aşağı düşür qazdan aşağı. Bu prosesdə ərimə, mayeye keçmə halıdır. Bizə nə deyir? Kondensasiya baş verir. Yəni 2 və 3 hissəsi cavabımız B variantına uyğundur. Buradakı B-ni oxuyaq. Maye halında olan maddənin qızması hansı qrafik? Deməli, dedik, qrafikin hansı hissəsinə uyğundur? Maye halında olan maddənin qızmasına. Uşaqlar, maddə halının qızması, yəni temperatur get-gedə artmasına uyğundur. Burada 2-3 hissəsində prosesin, bax, mayenin qızması deyir də, mayenin aqreqat halının dəyişməsindən söhbət etmir. Yəni, burada qrafikə baxdıq ki, qaz halındadır. Burada qaz maye halına keçdi. Uşaqlar, mayenin qızması, bax, burada da maye halındadır. 4-5-ə bu qrafikdə uyğundur. Amma bizə bunu kondensasiya verib ardını versəydi, yəni bir daha sabit olub yenidən qalsaydı daha uyğun olardı. Amma bu qrafikə əsasən cavabımız 4 və 5. 6-cı suala baxırıq. Şəkil 1-də təmiz X, Y və Z maddələrinin ərimə və qaynama temperaturları göstərilmişdir. Bu maddələrdən biri oksigen qazı, digəri su, üçüncü isə dəmirdir. İndi uyğunluğu müəyyəndir. Baxaq uşaqlar, əriyir 0 dərəcədə, qaynayır 100 dərəcədə, bu sudur. Yəni X maddəmiz sudur. Buraya yazırıq su. Digərinə baxırıq. Mənfi 218-də əriyir, mənfi 183-də qaynayır. Bu Y maddəsi oksigen qazıdır. Z isə böyle gördüyümüz kimi yüksək bir temperaturdur. Burada dəmirdir. Yedinci sual. Maraqlı sualdır bu sual. Deyir, bərk cismin maye halına gəlmədən qaza çevrilməsinə sublimasiya deyilir. Sublimasiyanın əksi desublimasiya adlanır. Nicat bu biliklərə əsasən bərk yod hissəciklərinin sublimasiyası və çökməsinin asanlıqla müşahidə olunacağı eksperiment qurğu hazırlayır. Aşağıdakı eksperiment qurğu hansı ola bilər? Cavabınızı əsaslandırır. Biz nə axtarırıq? Biz axtarırıq ki, bərk haldan birbaşa qaz halına keçməlidir. Sonra da əksinə, qazdan birbaşa bərk halına keçməlidir. Baxaq bizim qrafikimizə. Bərkdən qaz halına keçməsi üçün mənim temperaturum artmalıdır da, düzdür? Temperaturum artmalıdır, daxili enerji artmalıdır, istilik almalıdır ki, bu qaza çevrilsin. Deməli, ilk öncə bunun temperaturunu artırmalıyıq. Bax, C variantını silək, Y variantını silək. Qaldı nə? Qaldı A, B, D variantları arasında. Baxaq.
Bizə dedik ki, bərk halında olan yoddan söhbət edirik uşaqlar. Bu sonradan bu qazdan da birbaşa bərkə çevrilməsi də bu desublimasiya adlanır. Bunu da soğutmalıyıq. Baxaq bir dənə B şəklindən uşaqlar. B-də nə görürük? Baxın, bu yod hissəciklərini temperaturu verirlər. Küsünü artırırlar, yəni istilik miqdarı verirlər. Daxili enerjisi artır. Burada birbaşa qaza keçir. Qaz yenidən dəyir bu buz kristallarına, yenidən bərk hala keçir. Yəni iki prosesin ikisi də baş verir. Oxuyaq indi nə yazmışdım? Sublimasiya üçün bərk yodu qızdırmaq lazımdır ki, o buxarlansın. Desublimasiya üçün yaranan yod buxarlarını soyutmaq lazımdır ki, onlar yenidən bərk kristal halına çökə bilsin. 8-ci sual. Yəqin ki, diqqət yetirmisiniz. Eynəkli adamlar bəzən bir mühitdən digər mühitə keçdikdə eynəklərin şüşələri dumanlanır. Lakin də elə olur ki, çöldən otağa daxil olmasına baxmayaraq, eynəyin şüşələri dumanlanmır. Sual. Sonuncu hadisə aşağıda verilənlərdən hansında baş verə bilməz? Sonuncu hadisə nəyi deyirdi? Yəni, eynəyin şüşəsi dumanlanmasın. Uşaqlar, mən də eynək taxıram. Ən çox pandemiya dövründə maska taxan zaman, danışan zaman çox buxarlanma baş verirdi. İndi buxarlanma nə zaman baş verir? Temperatur kəskin dəyişən zaman. Bax, belə deyək də sizə. Şüşəni qoyaq kənara. Adi soyuq havada insan danışan zaman və yaxud da ağzımızdan çölə hava verən zaman görürsünüz, burada duman əmələ gəlir. Ağzımızdan sanki bir tüstü çıxır. Duman əmələ gəlir. Niyə? Temperaturlar kəskin fərqlənir. Daxilimizdə bizim nəfəsimizin temperaturu yüksək, çöldəki hava soyuq, anidən temperatur dəyişikliyi baş verəndə duman əmələ gəlir. İndi biz nə axtarmalıyıq? Dumanlanmasın, yəni temperatur fərqi az olsun və yaxud da temperatur fərqi olmasın. Baxaq variantlara. İlk öncə deyir, eynək 12 dərəcə, çöldəki temperatur 30 dərəcə. Fərqimiz 18 dərəcə. Dumanlanma baş verə bilər. 18 dərəcə temperatur var. Yəni 1 olmaz. 2-yə baxaq. Eynəyimdə 18 dərəcədir. Çölün temperaturu da 18 dərəcədir. Eyni olduğundan mənim eynəyim dumanlanmaz. Yəni bu bizim doğru cavabımız. Üçüncüyə baxaq. Eynəyin temperaturu 29, havanınki 30. Yəni 1 dərəcə fərq var. Burada da dumanlanma əmələ gəlməz. İkincidə isə baxırıq, yenə temperaturlar fərqi var. Bu zamanda yenə buxarlanma, dumanlanma baş verir. Yəni eynəyimiz dumanlanır. Dumanlanma baş vermədi 2 və 3-də. 9-cu sual. Lalənin nənəsi bostandan yığdığı pomidordan tomat pastası hazırlar. O xırdalanmış pomidorları tasa töküb içərisinə su tamamilə buxarlana qədər ocaqda qaynatdı. Tomat pastası qaynayanda buxarlanma onun hansı hissəsində baş verir? Buxarlanma yadımızda saxlayaq, yalnızca səthdə baş verir, amma qaynama bütün həcmdə baş verir. Qaynama bütün həcmdə baş verir, buxarlanma isə yalnızca səthdə baş verir. Çünki buxarlananda buradakı molekullar başlayır bunu tərk eləməyə. Buradakı səthdəki molekullar tərk edir. Buradakı molekullar gəlib opanıb tərk edə bilməz. Yəni yalnızca bir. Keçək. Digərinə nə deyir bizə? Şəkil 1-də cismin temperaturu zaman qrafiki, cədvəl 1-də isə bəzi maddələrin ərimə temperaturları təsvir edilmişdir. Aha, qrafik hansı maddənin hal dəyişməsinə uyğundur? Baxaq, bizə nə deyir? Əriməsi verib. Ay uşaqlar, baxın, əriməsi verib. Əriməyə baxırıq. Dedik ki, prosesin ərimədir, qaynamadır. Bu proseslərdə temperatur sabit olan yerdir. Yəni, BC hissəsidir. Baxıram BC hissəsinə hansı qrafikə uyğun gəlir. Bax, 50-dən biraz yuxarı. Yəni, burada daha dəqiq deyə bilərik uşaqlar. Aralığı götürə bilərik. Bir bölgünün qiymətini tapırıq. 100-dən 50 çıxırıq, edir 50. Aralardakı bölgünü saysaq 1, 2, 3, 4, 5, yəni 10'un artır. Burada olur 60.
60 ilə 50-nin arası. Amma biz qrafikdən, cədvəldə daha doğrusu görürük ki, cədvəldə elə bir variant yoxdur. Amma 63 buna daha uyğun olduğuna görə deməli bizim maddəmiz kalium maddəsidir. Sonra nə deyir bizə? Qrafikdə AB, BC və CD hissələri hansı prosesə uyğundur? AB hissəsi bu hissədə deyirik. AB hissəsində deyirik kalium qızır. BC hissəsində kalium əriyir. CD hissəsində ərimiş kalium qaz halına keçir. Gələk C variantına. Bir dəqiqə uşaqlar. C variantını oxuyaq. Qrafikə əsasən nöqtələrin yerinə hansı rəqəmlər yazılmalıdır? Birinci prosesə, yəni AB hissəsinə dedik ki, kaliumun qızmasına neçə dəqiqə sərf oldu? Baxaq, 8 dəqiqə sərf olunur. Bax, buradan 0-dan 8-ə qədər. İkinci prosesə, yəni ərimə prosesinə neçə dəqiqə sərf olunur? Bir dənə baxaq uşaqlar. Baxaq, 24 burada da, səhv eləmirəmsə, 16 da buranı göstərir. Baxım arasının nə qədərdir uşaqlar? 8-dən 16, 1, 2, 3, 4. Deməli, 4 gedib, bir aralıq 2-dir. Onda deyirik ki, bu 18, bura olur 20. 20 ilə 18 çıxırıq. Onda eləyir nə? 12. Bax, buradakı 20 ilə, yəni burayla buranın fərqini tapırıq. Üçüncü prosesdə isə, baxaq, 20 ilə neçəyə uşaqlar? Dedik, 2 gedir. 24, 26. 26-dan da 20 çıxarıq, yəni 6 dəqiqə vaxt sərf edilmişdir. Verilən maddənin kütləsi 4 kiloqram olarsa, prosesə nə qədər istilik miqdarı sərf olunmuşdur? Ümumilikdə prosesi soruşur uşaqlar. Bir dənə silim. Ümumilikdə qrafik görmək istəyirəm. Ümumilikdə istilik miqdarını soruşur. Bilirik ki, istilik miqdarı Q bərabərdir. İlk öncə AB hissəsinə baxsaq, yazarıq Cm delta T. Burada xüsusi istilik tutumu, kaliumun xüsusi istilik tutumundan gedər söhbət. Burada təqribi 750-yə bərabərdir. Vurulsun 4, vurulsun temperatur dəyişikliyi uşaqlar. Baxaq, 63 dərəcədə dedik qaynatıda. 63-dən burada 10-dadır temperatur A. 63-dən çıxarıb 10 eləyər 53 dərəcə. Bax, bunu hesablayırsınız. Bu AB hissəsinə. Sonra Q bərabərdir. Ərimə istiliyindən lambidə M. Lambidə xüsusi ərimə istiliyi təqribi 61.000. Vurulsun kütləsi neçə idi dedik? 4 kiloqram. Bunu hesablayırıq. Bir də digər tərəfə. Buradan da yenə Q bərabərdir. Bu da yazaq. Q bərabərdir. Yenə Cm delta T. Sadəcə burada maye haldan C-dən söhbət gedir. Bunun da xüsusi istilik tutumu 800. Vurulsun 4. Vurulsun neçə dəqiqə idi? Axırıncı 6 dəqiqə. Bax, bunu hesablayırsınız. Hər üçünü. Sonra da cəmləyib istilik miqdarını, ümumi istilik miqdarını soruşur bizdən. Gəldik ikinci suala. Havanın temperaturu -22 dərəcədir. Gölün üzərində qalın buz təbəqəsi əmələ gəlmişdir. Balıqçılar buzda dəlikləri açıb balıq tuturlar. Gölün buz təbəqəsinə uyğun olaraq üst və alt səthlərində temperatur neçə dərəcədir? Uyğunluğu müəyyən edək. Uşaqlar, burada ümumiyyətcə suyun 4 dərəcə üçün, bax 4 dərəcə üçün müəyyən bir halı var. Nədir bu hal? Su 4 dərəcəyə çatanda sıxlığı kəskin artır, maksimum hala çatır və beləliklə ağır su düşür aşağı. Aşağı qalxır və yenidən isti su, sıxlığı az olan su yuxarı qalxır və yenidən hava soyuq 4 dərəcəyə qədər çatanda yenidən aşağıya düşür. Bu proses bütün gölün 4 dərəcəyə çatana qədər davam edir. Bax, təkrar edirəm. Suyun 4 dərəcə üçün xüsusi halı var.
Su 4 dərəcəyə çatanda sıxlığı kəskin artır. Sıxlığı çox olan su aşağıya doğru, dərinliyə doğru gedir. Aşağıdakı suyun sıxlığı azdır, yuxarıya gəlir. Yuxarıya gəlir. Yuxarıda bunun yenə temperaturu 4 dərəcəyə çatanda soyuq su təbəqəsi yenidən düşür aşağı. Bu proses o hala qədər davam edir ki, gölün hamısı 4 dərəcə olana qədər. Gölün hamısı 4 dərəcə olandan sonra səthdəki 4 dərəcə temperatur kəskin aşağıdır. Başlayır 4 dərəcədən aşağı düşməyə. 4 dərəcədən aşağı düşəndə artıq burada buz halı əmələ gəlib artıq suyun üzərində qalır. Yəni burada onu demək istəyirəm ki, suyun alt hissəsi 4 dərəcədən ibarət olur. Amma üstü buz olduğundan mənfi olur. İndi cavablarımızı uyğunlaşdıraq. Bax, cavabımız D variantına uyğundur. Üst təbəqəsi mənfi 22 dərəcə, alt təbəqəsi isə 4 dərəcəyə uyğundur. Niyə göldəki balıqlar soyuqdan donub tələf olmurlar? Gölün dibinə yaxın hissədə suyun temperaturu neçə dərəcədir? Gölün dibinə yaxın hissədə suyun temperaturu. Gölün dibinə yaxın, yəni bax, buzun ən alt təbəqəsini deyək də, buzun ən alt təbəqəsində temperatur olar 0 dərəcə Selsi, suyun ən alt dərəcəsi temperaturunu deyirəm, buzun ən alt təbəqəsi. Və niyə bu donmur balıqlar? Sanki uşaqlar, buz istiliyi pis keçirir. Yəni soyuq havanı daxilə qoymur keçirməyə. Bir növdə izolyator rolunu oynayır da, istini, soyuğu keçirmir. Soyuğu daha doğrusu aşağı keçirmir. Ona görə balıqlar tələf olmur. Gələk 3-cü sualımıza. Qızdırılması çətin olan istixanalarda soyuq qış günlərində meyvə tərəvəzin donmaması üçün ətraf mühitə müəyyən bir maddə yerləşdirilir. Həmin maddənin hal dəyişməsi nəticəsində donmanın qarşısını alına bilir. İstixanada donma hadisəsinin qarşısını almaq üçün ətrafda yerləşdirilmiş maddə və onun keçirdiyi hal dəyişməsi aşağıdakı verilənlərdən hansı ola bilər? İpucu. Sualı cavablandırmaq üçün şəkil 3-dəki təsvirdən istifadə edin. Uşaqlar, maraqlı sualdır. Bizə nə deyir? Qızdırılması çətin olan istixanadır. Amma hava soyuqdur. Mən elə bir eləməliyəm ki, uşaqlar, qızdırılması çətin olan bir istixanaya istilik verməliyəm. Deməli, elə bir maddə yerləşdiriblər ki, o hansı hal dəyişməsi baş verirsə, ətraf mühitə istilik verir. Maddənin özü istilik almır. Təkrar edirəm. Maddənin özü istilik almır. Əksinə, ətraf mühitə istilik verir. Deməli, yadımıza salaq. Ətraf mühitə istilik verirəmsə, mənim daxili enerjim nə olmalıdır? Daxili enerjim aşağı düşməlidir. Baxın, uyğunluğu görün necə qururuq. Deməli, qızdırılması çətin olduğuna görə mən onu qızdırmağa kömək eləməliyəm. Qızdırılmağa kömək eləmək o deməkdir ki, həmin istixananın daxili enerjisini artırmalıyam. Daxili enerjisini artırmaq üçün mən ətrafa istilik miqdarı verməliyəm. Ətrafa bir istilik miqdarı verməliyəm. Ətrafın istilik miqdarını artırmalıyam. Bu zaman mənim istiliyim azalmalıdır. Deməli, mənim temperaturum azalmalıdır. Mən elə bir hal axtarmalıyam ki, mənim temperaturum aşağı düşsün. Baxaq indi bir-bir. Şəkil 3-dən də istifadə edəcəyik. Buxarlanmaya baxaq uşaqlar. Buxarlanma. Mayədən qaza keçib. Mən nə qarıram? İstilik alıram. Əksinə ətrafdan istilik alıram. Amma mən nə etməliyəm? Ətrafa istilik verməliyəm. Deməli, A variantı olmaz. Ərimə prosesinə baxıram. Ərimə prosesi də gedir bu istiqamətə. Yəni sağ istiqamətinə gedir. Burada da nə oldu uşaqlar? Əriyirəm. Mən ərimək zaman mən özüm istilik almalıyam. Buz özü istilik almalıdır ətrafdan. Bu da deməli deyil. Donmanı saxlayıram uşaqlar. Cavab donmadır. Sublimasiya baxaq. Sublimasiyada da bərkdən birbaşa qaz hala keçmədi. Yenə proses sağa doğru gedir, diqqət eləsək. Yenə mən istiliyi alıram ətrafdan, vermirəm. Sublimasiya olmaz. Ərimə prosesində, ərimədə dedik yenə bərkdən maye hala keçir.
Bu da olmaz. Amma donmaya baxaq uşaqlar. Donmada baxın əksinə gedir. Oxumuz sol istiqamətə gedir. Mən maye haldan bərk ala. Mən mayeyəm. Təsəvvürə gətirək. Mən mayədən keçməlidir bərk ala. Mənim mayem istiliyini verib 20 dərəcədəyəm. Mən buza çevirmək üçün 0 olmalıyam. Temperaturum aşağı düşməlidir. Aşağı düşmək üçün mən öz temperaturumu ətrafa verməliyəm. Ətrafa verəndə nə oluram? Ətrafı qızdırmış oluram. Deməli, cavabımız C variantı. Yəqin ki, başa düşərsiniz. Təkrar baxın. Gələk 4-cü sualımıza. Verilən qrafiklərə görə aşağıdakı sualları cavablandırın. Grafikin temperatur və istilik miqdarı oxları bölgülərə hansı qiymətə uyğundur? Bölgülərini soruşur uşaqlar bizə. Bunu biz aşağı siniflərdən keçmişik. Bir bölgünün qiymətinə uyğunlaşdırıb yaza bilərik. Baxaq bir dənə. Bir bölgünün qiymətini necə tapırdıq? Böyükdən kiçiyə çıxırıq, eləyir 90. Aralarındakına bölürdük. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9'a da böləndə deməli hər bölgünün qiyməti 10. Yəni, buranı silək. 10 artır. 10, sonra gəlir 20, səli gəlir özünüz yazarsınız 30. Məsəl üçün, bura 90, 10 azalır. Digərinə baxsaq uşaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 10 aralıq var və 0-dan 3780-ə qədər. Hər bir aralıq onda neçə olar? Hər bir aralıq, uşaqlar, yəni bura olar 378. Bu aralıqlarla artır. Bizə bunu soruşur birincidə. İkincidə nə deyir? Qrafik hansı maddə üçün verilmişdir? Baxaq. Bizim elə bir maddə götürmüşəm ki 10 dərəcədədir. Sonra onu qızdırıram. Baxıram ki 100 dərəcədə sabit qalır. Deməli 100 dərəcədə bu proses maddənin aqreqat halı dəyişir. Bu hansına uyğundur? Hansı maddə üçün? Əlbəttə su. Deməli su da bilirik ki 100 dərəcədə qaynayır. Maddənin temperaturu neçə Selsi dəyişmişdir? Baxaq 10 əvvəl, sonra oldu 100, yəni 90 dərəcə Selsi dəyişmişdir. Digərinə baxaq. Verilən maddənin temperaturunun qaynama temperaturuna qədər yüksəlməsinə sərf olunan istilik miqdarı. Demir qaynamasına sərf olunan istilik miqdarı. Deyir ki, qaynamasına qədər sərf olunan qədər. Yəni buradan, bax 0-dan bura, yəni 3780 kilojol. Yazarıq bura. Yazarıq Q bərabərdir 3780 kilojol istilik miqdarı. Maddənin kütləsi nə qədərdir? Bunu da gəlin düsturla hesablayaq. Yazarıq uşaqlar. Q bərabərdir Cm delta T. Delta T'nin yerinə 90 dərəcə yazarıq. Q-nün də yerinə bunu yazarıq. Buradan M-i taparsınız özünüz. S-miz nədir uşaqlar? Solduğuna görə S-nin xüsusi selektiv klubu 4200 vurulsun. Deməli 90. Sürətdə də 3780. Kilomuzu da unutmayaq. Dalında da 3 dənə 0. Belə baxaq da uşaqlar 1, 2, 3, 1, 2, 3 getdi. 4 dəfə, 9 dəfə 2, 18. 8 yazırıq bir yadda. 36, 37. Səhv eləməmsə cavab 10 edir. Uşaqlar bunun sıfırının birini yazmamışam. Çünki kilo 3'dür. Bunun bir dənə sıfırı var. Cavabımız 10 kiloqram. Deməli, maddəmiz 10 kiloqramdan ibarətdir. Buxar gəlmə nə qədər istilik miqdarı sərf olunmuşdur? Bu proses hansı proses? Yəni, bax, bu prosesdir. Nədən nəyi çıxacaq? 5670-dən çıxarıq 3780-i. Onu da özünüz çıxarsınız. Dedim, nədir? Q bərabərdir. Nə qədər istilik miqdarı buxar əmələ gəlməyə? 5670-dən çıxarsınız 3780. Nə alsa cavabımız o. Keçək 5-ci suala. Nə deyir uşaqlar? Şəkil 5-də
İki yanacağın yanması prosesində ayrılan istilik miqdarının yanacağın kütləsindən asılı qrafiki verilmişdir. Bu qrafiklər hansı yanacaqlar üçün qurulmuşdur? Elə bir hal seçməliyəm ki, yanacağın yanma deyir də uşaqlar. Yanma, xüsusi yanma istiliyinin üsulunu bir yazaq. Q bərabərdir kiçik Q vurulsun M. Yəni biz buradan kiçik Q-nü tapmalıyıq. Və qrafikdə elə bir halı, elə bir nöqtəni qeyd etməliyik ki, iki tərəfinə də perpendikulyar yönəlsin, iki tərəfinə də ortaq olsun. Baxaq bir dənə görək. Elə bir hal nöqtə götürüm ki, baxın məsəl üçün, bax, bir nöqtəsi üçün bunu götürə bilərəm. Kəsişmə nöqtəsidir. Q-nü 150 götürərəm. Kütləni də 4 götürərəm. Digərinə baxaram uşaqlar. Digərində hansını? Digərində də elə bir götürsəm, yəqin ki, bu 3 kəsişmə nöqtəsi. Birini 50, birini də 3. Baxaq. Birinci Q, 1 üçün yazaq. Nə yazdıq? Q bölünsün M yazmalıyıq. Yazaq. Birinci 150 bölünsün 4. İkinci Q'müzdə 50 bölünsün 3. Uşaqlar, kitabdan baxaq görək bu hansına uyğundur. Uşaqlar, baxdım kitabdan. Təqribi bax bu, deməli deyil 37 və bizə də meqadır da, burada baxırıq mega. Kitabdan baxıram ki, təqribi 37 cavab alındı mı, düzmü dedim görəsəm. O təqribi 37 də kitabda 37-nin özü yoxdur, amma gəlin 37-ni 40-la əvəz eləyək, mazut deyək buna, yəni birinciyə deyək mazut. İkinci isə təqribi 16, bu da 16-ya da baxıram uşaqlar, bunu da gəlin 15 götürək, yanan suxur. Yanan suxura da şist yazıblar, şist, yanan suxur. Sonra bizə B-də deyir ki, hər bir yanacağın 2 kiloqramının yanması üçün. Bu da yenə eynən bu düsturdan istifadə edib, bu kütlənin yerinə 2 kiloqram artıq bir dəfə 37-yə vurarsınız, bir dəfə də 16-ya. Yəni, Q bərabərdir, qoy yaxşı yazaq. Nə yazmalıyıq? Q bərabərdir. QM-dir. Birinci Q-nü tapdıq 37, vurulsun 2. İkinci Q-müzdə 16 vurulsun 2. Suala baxaq. Altıncı sualda deyir, 5 litr suyun ilkin temperaturu 18 dərəcədir. 30 qram spirti yandırmaqla bu suyu hansı temperatura qədər qızdırmaq olar? Fərz edək ki, spirtin yanma istiliyi tamamilə suyun qızmasına sərf olunur. Yəni, spirti yandıranda ətraf mühitə getməsini nəzərə almayın deyir. Yəni, burada nə bilməliyik? Deyir ki, spirtin yanan zaman, yəni Q bərabərdir QM, tamamilə nəyə çevriləcək? Bu spirt suyun, 5 litr suyun qızmasına sərf olunacaq. Yəni Cm delta T'yə sərf olunacaq. Bizə nə deyir? Bu suyu hansı temperatura qədər qızdırmaq olar? Yəni delta T'ni tapsaq, tapmış olarıq. Baxaq. Uşaqlar, spirtin xüsusi istilik tutumu. Əvvəlcə kütləsini tapaq. Görək ki, 5 litr suyun kütləsi nə qədərdir? Deməli, M bərabərdir rho V-dən. Kub metrədə çevirək. 5 litrimiz 5 vurulsun 10 üstü mənfi 3. Sıxlığımız da uşaqlar 10 üstü müsbət 3. Bu edir elə 5 kiloqram. Deməli, bizim kütləmiz 5 kiloqramdır və spirtimin xüsusi yanma istiliyini cədvəldən istifadə edərək baxıram ki, 28-dir. Yəni, yazıram 28 vurulsun 5 bərabərdir. Mən nəyi qızdırıram? Suyu. Suyun xüsusi istilik tutumu 4200 vurulsun. Uşaqlar, burada M-in yerinə 5 yox, spirti qızdırıram mən. Baxın, burada 5 yox, 30 qram. Bunu da kiloqrama çevirsək, 1000-ə bölməliyik. Yəni, 0-dan %3. Səliqəli yazım. Bu bir dəqiqə silim uşaqlar.
Deməli dedik ki, QM-imiz yazıram buradan. QM, dəqiqə bax gedirmi? Hə. QM bərabər olmalıdır CM delta T-yə. Hələ delta T-nin yerinə də qoy belə yazaq, çünki ikinci temperaturu soruşur. T2 çıxılsın T1. İndi Q-miz nə qədərdir uşaqlar dedim. Buradan nədən söhbət edirik? Nəyi yandırırıq? Spirti yandırırıq. Spirtin xüsusi istilik tutumu 28 megajoldur. Yəni 28 vurulsun 10 üstü 6. Vurulsun. Kütləmiz nə qədər idi? Spirtin kütləsi 30 qram. Yəni 30 qramda kiloqrama çevirəndə 1000-ə bölürük. 0 tam deməli %3 bərabərdir. Suyu isinməsinə sərf olunur. Suyun xüsusi istilik tutumu 4200. Vurulsun 5 kiloqram. Vurulsun. Nə qədər dəyişir? Dəyişməni bilmirəm. Əvvəlki dərəcə 18 dərəcə. Bax uşaqlar, bu tənliyi istifadə edib T2-ni tapırıq. Yəni buradan belə riyaziyyatda özünüz hesablayın. 5 litr suyu qızdırmaq üçün 30 qram spirtin tam yanması zamanı ayrılan istilik enerjisinə bərabər miqdarda enerji ayrılması üçün nə qədər quru odun tam yandırılmalıdır? Həmin bu istilik miqdarı ki alırıq ha, bax bundan bunu vurduq. Aldığımız istilik miqdarını QM-lə kütləni taparıq və bunu quru odunun xüsusi istilik tutumunu yazmalıyıq. Quru odunun xüsusi istilik tutumu da Q-sü bərabərdir 11 megajola. 10 üstü 6-ya. Bax buradan bunu bir-birinə vurub Q-nü tapırsınız. Yerinə bura qoyub M-i tapırıq. Gəldik. Səncə, bizcə, hansı yanacağın, spirtin yoxsa quru odunun yanması atmosferə daha çox çirkləndirər fikrinizi əsaslandırın. Əlbəttə ki, odunun yanması zamanı ətraf mühit daha çox çirklənər, nəinki spirtin yanması zamanı. Keçək digərinə. Dedik, hansıdır yanan, ziyanlı olan quru odun ətrafa daha çox zərərli qazlar buraxır, amma spirt demək olar ki, zərərli qazlar buraxmır, karbon qazından sadəcə olaraq. 7-ci suala baxırıq uşaqlar. Bugünə sonuncu. Nə deyil? Bir çox dağ kəndində, evlərdə yanacaq kimi quru odun istifadə edilir. Quru odunun xüsusi istilik tutumu 11 megajol bölüsü kiloqram, sıxlığı da 400 kiloqram bölüsü kubmetrdir. Bir otağı qızdırmaq üçün sutkada 440 megajol istilik enerjisi tələb olunursa, bir ayda neçə kubmetr odun yandırılmalıdır? Gəlin belə eləyək. Deməli, bizə bir ayda lazımdır. Böyük bir rəqəmlər olacaq uşaqlar. Deməli, bir sutkada yazarıq necə? Taparıq ki, bir sutkada, yəni 24 saatda mən nə qədər kütlə odundan istifadə edərəm? Baxın, Q bərabərdir QM-lə. M-i taparam. Görün, bir sutkada mən nə qədər odun istifadə edirəm? Bunu yazaram. Q olur 440 bölünsün 11 megalar onsuz ixtisar gedəcək. Bu deyiliyə cavab 4 kiloqram. Deməli, mən bir sutkada 24 saatda, yəni bir gündə 4 kiloqram sərf olunuramsa, onda bir ayda uşaqlar, bir ayımızda, yəni 30-a vuraram bunu. 30 vurulsun 4, eləyər 120 kiloqram. Bizə nə deyir? Neçə kubmetr? Yəni bizə nəyə soruşur? Həcmi soruşur. Biz artıq kütləni tapmışıq. Deməli, kütləmizin düsturu M bərabərdir rho V-dir də, düzdür. Buradan həcmi soruşur bizdən. V də bərabərdir. Rho M bölünsün. Uşaqlar gəldi, uşaqlar dayandırmaq məcburiyyətində qaldım. Deməli, nə olduq? M bölünsün rho-ya. Kütləmizi dedik 120 kiloqram.
Sıxlığımıza neçə verib? 400. İxtisarlarımızı gedək. Deməli 4-ə bölək 3, 4-ə də böləndə 10. Bu dedər 0,3 metr kubu lazımdır. Keçək. Nə deyir bizə? Kənd evlərində kənd 80 evdən ibarətdirsə, 3 qış ayında bu evlərin qızdırılması məqsədilə ümumilikdə neçə kubmetr odun lazımdır? 3 qış ayında. Deməli uşaqlar, biz tapdıq 1 ay üçün. O 1 ay olan kütləni vurmalıyıq nəyə? 3 aya və beləliklə biz quru odunun və onun odunun kütləsini tapın. Sildim uşaqlar. Deməli 1 ayı tapdıq da uşaqlar bundan öncə. 1 ayı tapdıq. O 1 ayı da vurursunuz 3 aya, 3 qış ayını tapırsınız. Bu 1 ev üçün idi. Sonra bunu da 80-ə vurub 80 ev üçün tapırıq. Bu qədər. Kütləni bir dəqiqə uşaqlar, istilik miqdarı kütləni tapırsınız. Kütləni. Elə bizə kütləni soruşur, həcmi soruşmur artıq. Bəli, elə kütləni soruşur. Qış aylarında quru odunun yanacaq kimi kütləvi istifadəsinin nə kimi ziyanı var? Quru odunun. Uşaqlar, quru odun nədir? Meşələri yandırırlar da. Meşələrin qırılması, bu bir ziyan, ətraf mühitə ziyan. Meşələri qıran zaman oksigen qazının azalması, bu da bir ikinci ziyan. Yəni, ətraf mühitə çirkləndirir. Nə deyir sonra? Müsbət cəhəti. Müsbət cəhəti nə ola bilər? Ətraf mühit, yəni Azərbaycandan söhbət edək. Ətraf mühit rayonlarımızda elə bir kəndlər var ki, orada qaz hələ çəkilməyib. Onlar məcburdurlar ki, yəni evlərini isitmək üçün quru odundan istifadə eləsinlər. Bu bir müsbət cəhət ola bilər onlar üçün. 2 dənə nümunə deyir. Quru odunun yanması müsbət cəhəti. Digəri də uşaqları, quru odun, yəni ucuz, maddi cəhətdən ucuz başa əmələ gələr. Bunda bir müsbət cəhət deyə bilərik. Deməli, mənfi cəhətlər, yəni ziyanı oldu ki, ağaclar qırılır və ətraf mühitə ziyan dəyir. Uşaqlar, B variantını əgər edə bilməsəniz, bundan sonra dəqiq hesablamalardan paylaşıram, amma belə bir çətin bir məsələ deyil. Yəni, 1 ay üçün tapdıq, 1 ev üçün tapdıq, onu 3 aya vurursunuz, sonra yenidən 80-ə vurursunuz. Çünki biz 1 ev üçün tapmışdıq, 1 otağı qızdırmaq üçün tapmışdıq. Bunu 80 ev təsəvvürümüzə gətirib 80-ə vurmalıyıq və beləliklə kütləni tapmış olarıq. Bu qədər uşaqlar, bugünkü video biraz uzun oldu. Səhifə 39-a kimi izah elədik. Diqqətlə qulaq asın. İnanıram ki, başa düşərsiniz. Sağ olun, hələlik.